Deməli uşaqlar, bugün keçən dəfə router üzərində elədiyimiz əməlləri switch üzərində də tətbiq eləyəcəyik ki, mən sizə öyrədim ki, yəni arada bir fərq yoxdur, komandalar əslində eynidir. Bunun adını dəyişirəm, switch 1, bu olsun PC1. Deməli uşaqlar, mən keçən dəfə sizə routerin qoluna IP verməkdir, telnet konfiqurasiyası falandır. Onu sizə göstərəndə enable password qoymaqdır, user privilege mode, user exec mode, privilege mode. Bunları başa salmaq üçün sonra service password encryption'dır, MD5'dir. Orada console cable'ı qoşmuşam. Yəni routerin console cable'ını qoşmuşam PC-yə və routerda orada izah edirəm. Orada amma siz telneti konfiqurasiya eləyəndə PC-dən console cable'la qoşula bilmirsiniz. Yəni switchdəki telnetə və yaxud da routerdakı telnetə. Çünki console cable'ın məqsədi yaxından qoşulmanı təmin etməkdir. Biz isə burada komandalar öyrənirik. Telnet uzaqdan qoşulmaq üçündür, SSH uzaqdan qoşulmaq üçündür. Yəni bunun məqsədi budur. Okay. Delete edirik. Əslində switch'i delete eləmək üçün bir fikrim yox idi. Səhvən o da oldu. Neynək? Buradan kabeli alırıq. Seçirik. Bu gigabit Ethernet 01, fast Ethernet 01 də ola bilər. Bu olsun fast Ethernet 0. Okay. Daxil oluruq. Deməli, burada bir şəbəkə yaradıram. 192.168.1.0/24. Okay. Bu bizim olsun şəbəkəmiz. Və daxil oluram PC-yə. PC-yə bu şəbəkənin ilk IP-sini verirəm. 192.168.1.1. Uşaqlar, PC-lərə default gateway verməsəz, bu zaman digər şəbəkədəki PC-yə ping getməyəcək. Hər nə qədər də hər şey eləmiş olsanız və default gateway həmişə ya 1.100 verin, ya da 1.254 verin. Okay, buradan çıxırıq. Daxil oluruq switch-ə. Bugün biz nə öyrənəcəyik switch üzərindən? Enable conf'də enable password qoymaq məsəl üçün. Enable password məsəl üçün lemon. Enable password qoymaq eynidir. Sonra username lemon, password lemon 1 2 3. Yəni bunların hamısı eyni cür təşkil olunur. Sonra məsəl üçün yazıram service password encryption. Bir dəqiqə. İndi exit eləyirəm, sonra buradan show run eləyirəm. Düşürəm aşağı, görürsünüz. Username lemon, privilege 1, password. Görürsünüz, passwordum şifrələnibdir. Daha doğrusu enable password şifrələnibdir. Çünki service password encryption eləmişik. Daha doğrusu yenə configuration terminal eləyirik. Giririk burada line VTI 0. Daha sonra yazırıq login local. Demişdik login local nə üçündür? Login local onu deyir ki, yəni mən sənə nə username, nə password təqdim eləmişəmsə, login local telnetdə ondan istifadə elə, onu tələb elə məndən. Sonra yaz transport input telnet. Exit edirik. İndi daxil olacaq PC-yə. Baxın uşaqlar. Telnet quraşdırdıq da, düzdür. Daxil oluruq telnetə. Biz buradan bir şey deyirdik ki, telnetdə bu hissədə bu PC-yə, yəni telnet üçün cihazın hansı qoluna qoşulmuşuqsa, o qolun IP-sini yazmalıyıq. Məsələn, routeri qoşanda routerin bu qolundakı IP-si adətən default gateway olurdu da. Məsəl üçün bu 192.168.1.254-dürsə, router olurdu. Yəni 1.254 bunun default gateway-dirsə, routerin IP-si də olurdu 192.168.1.254. Burada isə switch-ə IP verməmişik axı. Switch-ə IP vermək üçün switchimizin IP-si olmalıdır ki, bura onun IP-sini yazıq. Onda konfiqurasiya elədiyimiz telnetə qoşuluq. Bunun üçün daxil oluruq switch-ə. Baxın, siz indi deyəcəksiniz ki, müəllimə, daxil olaq onda interface fast 01 qoluna. Fast 01 qol. Axı, burada interface fast 01 qol. Sonra verək no shot. Sonra verək IP adres. Görsünüz, çıxmır. Və yazıram 192.168.1.254 məsələn. Görsünüz, olmur.
Switchlərdə belə şey olmur uşaqlar. Switchlərdə biz IP vermək üçün VLAN interfeyslərindən istifadə edirik. Yəni virtual interfeyslərdən yazırıq. Interface VLAN 1. No shot. No shutdown elədik. Yazıram IP adres 192.168.1.254 255.155.155.0. Burada bir switch, bir PC olduğuna görə IP adresi həmin PC-nin qoşulduğu şəbəkənin default gateway-i verdim. Amma normalda switch, router, PC olan şəbəkələrdə default gateway routera verilir. Switch adətən həmin şəbəkədə kompüterlərdən sonra hansı IP gəlirsə onu verə bilərsiniz. Yəni default gateway adətən routerlara verilir. Sonra bunu bir exit edirəm, bunu bir exit edirəm, yadda saxlayıram. Yadda saxlamaq uşaqlar həm copy running startup config-dir, həm də baxın WR. Всё. Okay. Buradan çıxdım. İndi daxil oluram PC-yə. Telnet hissəyə. Telnet edirəm buranı. Yazıram 192.168.1.254. Axı bu IP-ni vermişəm switch-ə. Connect. Görsünüz username Lemon 123. Düz daxil oldum. Və PC-dən command promptdan ping ata bilirik. Məsəl üçün 192.168.1.254. Ping atırıq switch-ə. Görürük ki, getdi. 0% lost. Daha sonra yazıram telnet 192.168.1.254. Axı telneti 192.168.1.254 IP-si olan switch-də qoşmuşam. Düşürəm aşağı, gördünüz username Lemon 123. Okay. Bu routerda olan konfigurasiyaları switchdə də elədik. Yəni asan bir şey. Telneti də qoşduq və bildiniz ki, switchdə porta daxil olub IP vermirik. VLAN interfeysinə daxil oluruq. IP veririk. LANlar switchlər üçündür. Klaviaturanı dəyişirəm deyə. Switchlər üçündür. Aydın oldu ümid edirəm burada. Yəni orada router üçün elədiyimiz konfigurasiyaların hamısı belədir. Yəni burada bir switch olsun, buna bir PC, 2 PC, 3 PC qoşulsun. Orada